لكل جعلنا منكم شرعة ومنهاجا. Sələf keçmiş demək. Sələf keçənlərin ərəb dilində sələfə mənasına keçdi. Sələflər ikiyə bölünür. Sələf-i salih, bir də sələf-i talih. Salih sələflər, bir də talih sələflər. Belə baxan keçənlər içərisində Abu Cəhl də var. Amma nəzərdə tutulan kimdir? Salih sələflər. Salih sələflərin başında duran da Peyğəmbər sallallahu aleyhi ve sellem'dir. Və sonra sahabələr, sonra tabiinlər, sonra ətbə-i tabiinlər və əsas da yəni nəzərdə tutulan bu üç qızıl dövr sayılır. Və ona görə məsələlərdə də biz ora qaytarmalıyıq. Ki, salamatçılıq orada. Şeyh Allah Rahmanullah deyir ki, yəni elə bir məsələ yoxdur ki, elə bir xəstəlik yoxdur ki, yəni o onu keçməsin. Ona görə müalicə olaraq da yəni özümüzdən müalicələr fikirləşməməli. Müalicələr hamısı orada keçib. Peyğəmbər s.ə.v sahabələrə öyrədi və onlar yəni bu, xüsusən bu dövrlərdə, xüsusən fitnələr vaxtında nə etmək lazımdır, hər şey əlhəmdülillah deyilir. O kitabı sələfi bu mənsubiyyətdir. Yəni onların etdiyi kimi etməyə çalışan, onlara oxşamaya çalışan əqidə, əməl, əxlaq, yəni bir də mənhəc baxımından olur sələfi. Ona görə Şeyh Allah Rahmanullah deyir ki, yəni insanın əsl sələfi olması üçün həm əqidə, həm əxlaq və həmçində mənhəcdə onlara oxşamalıdır. Əqidə, bunlar üçü də olmalıdır. Yəni üçü də olmasa o həqiqi sələfi ola bilməz. Əqidə, mənhəc və bir də əxlaq. Və həmçə Şeyh Allah Rahmanullah deyir ki, sələfliyi iddia edənlər çoxdur. Amma bu yolda sabit qalanlar azdır. Yəni məsələ insana iddia ilə verilmir. Məsələ işin həqiqəti ilə ortaya çıxır, işin həqiqəti ilə bilinir. Çox şey iddia edirlər. O vaxtı Peyğəmbər sallallahu dövründə insanlar var idi ki, biz bir Allah'ı sevirik. Allah'ı sevdiklərini iddia edirlər və Allah Teala onları yoxlamaq üçün Əl-İmran surəsi 32-ci ayə nazil etdi və Allah Teala buyurur ki, "Qul in kuntum tuhibbunallaha fattabi'uni." Deyir ki, əgər siz məni sevirsiniz, yəni Allah'ı sevirsinizsə, Allah'ı sevirsə mənə tabi olun. Deyir ki, onlara, o iddia edənlərə, Allah'ı sevirsinizsə, mənə tabi olun, yəni Peyğəmbər sallallahu tabi olun. Yuhbirukumullahu və yağfir lakum zunubakum, onda Allah sizi sevər və günahlarınızı bağışlayar. Deməli, alimlər buyurur ki, bu ayə tərəzidir. Bu ayə tərəzi, nəyin tərəzidir? Kim həqiqətən doğru şəkildə Allah'ı sevir, kim yalandan iddia edir. Əgər bir insan həqiqətən Allah'ı sevirsə, əməllərində Peyğəmbər sallallahu tabi olmalı ibadətlərində. Yox, bir insan Allah'ı sevdiyini iddia edirsə, amma bidətlərə yol verirsə, o insanın sevgi sayılmır. Yəni o iddia etsə belə, sevgi sayılmır. O quru sevgidir, həqiqi sevgi sayılmır. Demək, o insan sevgisində yalancıdır. Və həmçinin ayədə əsas məsələ gəlir. Yuhbirukumullah və yağfir lakum zunubakum, Allah sevər, onda Allah sevər və günahlarınızı bağışlayar. Deməli, sələflər deyərlər ki, "Leysə şə'nu en tuhib, velakinne şə'ne en tuhab." Yəni əsas o deyil ki, sən sevəsən. Əsas olur ki, seviləsən. Kim tərəfindən? Allah tərəfindən. Demək, Allah tərəfindən sevilmək üçün Allah'ın sevgisini aparan yol hardan keçir? Peyğəmbər sallallahu aleyhi ve sellemə tabiçilikdən keçir. Və həmçində bu iddialara gələndə çoxları iddia edirlər. Mən beləyəm. Amma onun həqiqəti nə ilə bilinir? Bu tərəzi ilə bilinir. Yəni bu tərəzini qoyulur və onunla yoxlamaq.